Salam uşaqlar, bu günləri adi və onluq kəsirlərdən, bölməsindən bərabər kəsirləri izah edəcəyəm. Eyni dairələrin rənglənmiş hissələrinin müxtəlif kəsirlərlə ifadə olunub araşdırma və müzakirədə və bu kəsirlər dairənin hansı hissəsini ifadə edir? Baxın, birinci 2-də 1, sonra 4-də 2, 6-da 3, 8-də 4. Bu qayda ilə 10 bərabər hissəyə bölünsə, dairə neçəsini rəngləmək lazımdır? Burada deməli 10 bərabər hissəyə bölünsə, yarı olması üçün 10-da 5, 10-da 5 kimi yaza bilərik bu kəsiri. Sonra öyrənmə hissəsinə baxaq. Kəsirin sürət və məxrəcini sıfırdan fərqli eyni ədədə vurduqda, böldükdə həmin kəsirə bərabər kəsir alınır. Kəsirin sürət və məxrəcinin eyni ədədə əvvəlcə vurulmasına baxaq, sonra bölünməsinə. Eyni ədədə vuraq. Məsələn, burada verilən 3-də 2 kəsirin sürət və məxrəcini 2-yə vurduqda ona bərabər olan 6-da 4 kəsiri alınır. Sonra kəsirin sürət və məxrəcinin eyni ədədə bölünməsi. Eyni ədədə bölünmədə 12-də 9 kəsirinin sürət və məxrəcini 3-ə bölüb ona bərabər olan 4-də 3 kəsiri alınır. Yəni bunu həm ədəd oxunda, həm də qrafikdə göstərir. Sonra növbəti sizə fikirləşin olan yerdən 18-də 12 kəsirinə bərabər olan hansı kəsirləri yazmaq olar? Bunu necə müəyyən etdiniz? Bunu necə müəyyən edərik? Deməli, həm kəsirin sürət və məxrəcini eyni ədədə ya vurarıq, ya bölərik. Gəlin sürət və məxrəcini 2-yə bölək. Deməli, yazarıq 9-da 6. Sonra 3-ə bölək 18-də 12 kəsirini yazaram 6-da 2. Sonra 4-ə bölərəm. 4-ə bölünmür. 6-ya bölərəm. 6-ya 18, 6-ya bölərəm. 3-də 2. Bu kimi kəsirləri yazmaq olar. Vurmaqla da yaza bilərəm. Məsələn, 2-yə vuraram. 36-da 24. 18-də 12 kəsirinə bərabər kəsirdir. Sonra bələdçi boş xanalara uyğun ədədləri müəyyən edin. Verilən kəsirlərə bərabər kəsirləri tapın. Bir dənə nümunə verib. 2-də 1-i 5-ə vurub sürət və məxrəcini 10-da 5. Sonra 5-də 4. 5-də 4 kəsirini öz verib 2-yə, sürət və məxrəcini 2-yə vururam. 10-da 8. 4-də 3 kəsirinin sürət və məxrəcini 3-ə vururam. 8-də 6. 7-də 2 kəsirinin sürət və məxrəcini 5-ə vururam. 35-də 10. 12-də 10 kəsirinin sürət və məxrəcini 2-yə bölürəm. 6-da 5. 20-də 12 kəsirinin sürət və məxrəcini 4-ə bölürəm. 5-də 3. 27-də 6 kəsirinin sürət və məxrəcini 3-ə bölürəm. 9-da 2. Bu kimi kəsirlər alınır. Növbəti digər səhifəyə baxaq. İndi müstəqil iş 9-cu səhifədə müstəqil işə baxırıq. Birinci, təsvirlə uyğun kəsirləri yazın. Bu kəsirlərin bərabər olmadığını müəyyən edin. A variantı 9 hissəyə bölünüb və 6-sını götürüb 9-da 6 bərabərdir. 3 hissəyə bölüb 2-sini götürüb 3-də 2. Bəli, 9-da 6 3-də 2 kəsirinə bərabərdir. Yəni, əgər 3-ə bölsəm sürət və məxrəcini 9-da 6-nı 3-də 2 alaram. B variantı 8-də 2 sürət və məxrəcini bərabərdir. Sürət və məxrəcini 2-yə bölə bilərəm. Eləyərik 4-də 1. 8-də 2 4-də 1-ə bərabərdir. Amma mənə B variantında ikinci 4-də 2-dir. İkisini götürüb çünki. Ona görə 8-də 4-də 1 kəsiri 4-də 2-yə bərabər deyil. B variantı bərabər deyil. C variantı 12-də 5. 5 hissəsini götürüb 12-də 5 bərabərdir. Digərini 3 hissəyə bölüb 1-ni götürüb 3-də 1. Amma 3-də 1 kəsirini 12-də 12-yə gətirmək üçün məxrəcləri bərabərləşdirib sonra müqayisə eləmək üçün 3-də 1-in sürət və məxrəcini 4-ə vururam. O da elədi 12-də 4. 12-də 5 kəsiri, bir də 12-də 4 kəsiri. 12-də 5 böyükdür 12-də 4. İkinci, ədəd oxunda verilən nöqtələrə uyğun bərabər kəsirləri müəyyən edin. 2-də 1. Məxrəci 4-ə gətirməliyəm. Deməli, sürət və məxrəci 2-yə vururam. 4-də 2. 4-də 1 kəsiri. İkinciyə baxıram. İkincisinə. İkincinin ikincisinə. 4-də 1 kəsiri bərabərdir. Məxrəci 8-ə gətirməliyəm. 2-yə vurmalıyam sürət və məxrəci. 8-də 2. 4-də 2 kəsiri bərabərdir. Yenə sürət və məxrəci 2-yə vururam. 8-də 4. 8-də 6 kəsiri bərabərdir. İndi sürət və məxrəci 2-yə bölürəm. 4-də 3. Sonra 3-cü koordinat oxuna baxaq.
Deməli, 6-da 2 kəsiri bərabərdir. Sürət və məxrəci 2-yə bölürəm, 3-də 1. Digəri yenə 6-da sayıram. 1, 2, 3, 4. Baxın, 6-da 4. 6-da 4 kəsiri bərabərdir. Sürət və məxrəcini 2-yə bölürəm, 3-də 2. Deməli, yuxarısı da 3-də 2 olacaq. Boş xanalara uyğun ədədləri tapın. 4-də 3 bərabərdir 16-da neçə? 4-ü 4-ə vurub 16, deməli 3-ü də 4-ə vuracam 12. 18-də 12 bərabərdir 6-da, deməli 18-i 3-ə bölüb 6 eləyib, 12-ni də 3-ə böləcəm 4, 6-da 4-ə. 7-də 5 bərabərdir 5-i 6-ya vurub 30 eləyib və buna görə də 7-ni də 6-ya vuracam 42. 42-də 30. 9-da neçə kəsiri bərabərdir 27-də 18? 9-u 3-ə vurub 27. Deməli, 6-nı da 3-ə vuracaq. 6 olacaq. 9-da 6. Sonra 3-də 3 kəsiri bərabərdir. 3-ü 5-ə vurub 15. Deməli, məxrəcdə də 3-ü 5-ə vurub 15. 15-də 15. Neçədə 2 bərabərdir? 25-də 10. 10-u 2-yə böləndə 5 düşür. Deməli, 5-ə bölüb. 25-i də 5-ə bölsəm neçə eləyir? 5. Deməli, 5-də 2 bərabərdir 25-də 10. Kəsir 4-cü tapşırığa baxaq. Kəsirlər bərabərdirsə, ulduz yerinə bərabər deyilsə, ulduz yerinə bərabər deyil işarəsini yazın. 2-də 1, 6-da 4. Biz bunu müqayisə eləmək üçün məxrəci bərabərləşdirməliyik. Sürət və məxrəcini 2-də 1-in 3-ə vururam. 6-da 3. 6-da 3, o da elədi 6-da 4. Təbii ki, 6-da 4 böyükdür 6-da 3-dən. 5-də 3, 10-da 5. 5-i 2-yə vurub 10, 3-ü də 2-yə vursam elədi 6. 10-da 6. 10-da 6 ilə 10-da 5-i müqayisə eləsək, 10-da 6 böyükdür 10-da 5-dən. 3-də 1, 9-da 3. Biz bunu müqayisə eləsək, 3-ü birinci tərəf 3-də 1-i sürət və məxrəcini 3-ə vururam. 9-da 3. Deməli, 9-da 3 bərabərdir 9-da 3. 6-da 5, 12-də 10. Sürət və məxrəcini 6-da 5-in 2-yə vururam. 12-də 10. 12-də 10, 12-də 10-a bərabərdir. 4-də 3, 8-də 5 kəsirini müqayisə eləsək, 4-ü 2-yə, sürəti də məxrəci də 2-yə vururam. 8-də 6 və 8-də 5. 8-də 6 böyükdür 8-də 5-dən. 12-də 6, 6-da 3. Bu kəsirləri müqayisə eləsək, ikinci kəsir 6-da 3 kəsirinin sürət və məxrəcini 2-yə vururam. 12-də 6. 12-də 6, 12-də 6 kəsirinə bərabərdir. 7-də 2, 21-də 7. Deməli, 7-də 2 kəsirin sürət və məxrəcini 3-ə vurmalıyam. 21-də 7 3-ə vuranda 21, 2-ni 3-ə vuranda 6. 21-də 6 ilə 21-də 7-ni müqayisə eləsəm, 21-də 7 böyükdür 21-də 6-dan. 5-ci tapşırığa baxırıq. Verilən kəsirlər arasından digər ikisinə bərabər olmayan kəsiri müəyyən edin. 10-da 6, 20-də 8, 5-də 3. 10-da 6-nı, onu sürət və məxrəcini, 10-da 6 kəsirin sürət və məxrəcini 2-yə vuraram. 20-də 12, 5-də 3-ündə sürət və məxrəcini 4-ə vuraram. 20-də 12. 20-də deməli 8 kəsiri bərabər olmayan kəsirdir. Digər ikisi bərabərdir. 18-də 3, 7-də 2, 14-də 4. Deməli, 7-də 2 kəsirin sürət və məxrəcini 2-yə vuraram. 14-də 4. Deməli, 18-də 3 kəsiri bərabər olmayan kəsirdir. Digər 2 kəsirin bərabərdir. 25-də 10, 6-da 1, 5-də 2. Biz bunu 6 ilə 5 gətirmək, daha doğrusu 5-ə gətirək, 25-ə gətirək. 25-ə gətirmək, 5-də 2 kəsirin sürət və məxrəcini 5-ə vursam, 25-də 10. 25-də 10 artıq bərabər eləyər. 5-də 2 kəsiri 25-də 10 kəsirinə bərabərdir. 6-da 1 kəsiri isə fərqli kəsirdir. 6-da 2, 36-da 6 və 18-də 3. 6-da 2 kəsirinin sürət və məxrəcini 3-ə, daha doğrusu 6-ya vuram. 36-ya gətirək. Ən böyüyü 36-dır. 6-ya vuram. 6-da 2 kəsirinin. 36-da 12.
Digərdə 18-də 3 kəsirinin sürət və məxrəcini 2-yə vurmalıyam. 36-da 6. Deməli, 6-da 2 kəsiri digər 2 kəsirlərdən fərqlidir, bərabər deyil. 6-cı tapşırıq. Verilmiş hər kəsirə bərabər 3 kəsir yazın. 2-də 1 kəsirinə bərabər 3 kəsir yazaq. 2-də 1-i sürət və məxrəcini 2-yə vuraq. 4-də 2. Yenə sürət və məxrəcini 2-yə vuraq. 8-də 4. Birdən də kəsir yazaq. 8-də 4-ü də 2-yə vuraq. 16-da 8. 5-də 3 kəsirinə bərabər 3 kəsir. Hər ikisini 2-yə vuraq. 10-da 6. Sonra 10-a bərabər kəsir. 3-ə vursam 15-də 9. 4-ə vursam 20-də 12. Bu kimi kəsirlər yaza bilərik. 10-da 6 kəsirinə bərabər. 2-yə bölərəm. 2-yə bölsəm 5-də 3. Sonra 3-ə vuraram. 5-də 3-ü 2-yə vuraram. 2-yə vursam 10-da 6 eləyir. Ona görə 3-ə vursam 5-də 3-ü 3-ə vursam 15-də 9. 4-ə vursam 20-də 12. Növbəti 8-də 5 kəsirinə bərabər 3 kəsir. 2-yə vuraram 16-da 10. 3-ə vuraram 24-də 15. 4-ə vuraram 32-də 20. Növbəti 20-də 12 kəsirini 2-yə bölərəm. 10-da 6. Yenə 2-yə bölərəm. 5-də 3. 2-yə vuraram. 3-ə vuraram. Daha doğrusu 5-də 3-ü 3-ə vuraram. 15-də 9. Bu kəsirlər yazaram. 6-da 4 kəsirinə bərabər 3 kəsir. 6-da 4-ü 2-yə bölərəm. 3-də 2. 2-yə böldüyümə görə artıq 2-yə vuranda 6-da 4 eləcəyini o kəsiri yazmıram. Sonra 3-ə vururam. 3-də 2-ni 3-ə vururam. 9-da 6. 3-də 2-ni 3-ə vururam. 9-da 6. 3-də 2-ni 4-ə vururam. 12-də 8. Növbəti 18-də 3 kəsirini bir dəfə 3-ə bölərəm. 6-da 1. Sonra 2-yə vuraram. 12-də 2. Sonra 3-ə vuraram. 18-də 3. Bu var. Sonra 4-ə vuraram. 24-də 4. Sonra 14-də 8 kəsirini bir dəfə 2-yə bölərəm. 7-də 4. 3-ə vuraram. 21-də 12. 4-ə vuraram. 28-də 16. 30-da 20 kəsirini 2-yə bölərəm. 15-də 10. 5-ə bölərəm. 30-da 20 kəsirini 5-ə bölərəm. 6-da 4 və 2-yə vuraram. 12-də 8. Sonra kəsirin sürət və məxrəcinin vahiddən fərqli eyni ədədə tam bölünməsi kəsirin ixtisar edilməsi adlanır. Kəsiri ixtisar etməklə onun sürət və məxrəci daha kiçik ədədlər olan kəsirlərlə əvəz etmək olar. Bəzən kəsiri ixtisar olunmayan kəsir alınana qədər ardıcıl olaraq bir neçə dəfə ixtisar edirik. İxtisar olunmayan kəsir alınana qədər kəsiri ixtisar etmək olar. Yəni boş xana 7-ci tapşırığa baxırıq. Boş xanaya uyğun ədədləri tapın. Baxın, 16-da 12 kəsirini neçəyə bölərik? 8-də 6 alarıq. Deməli, sürət və məxrəcini 2-yə bölüb 8-də 6 alıb. 10-da sürət məxrəcini 2-yə bölüb 4-də 3 alıb. 30-da 18. 3-ə bölüb sürət və məxrəcini 10-da 6. 10-da 6 kəsirinin sürət və məxrəcini 2-yə bölüb 5-də 3. 72-də 60 kəsirinin sürət və məxrəcini 3-ə bölüb 24-də 20. 24-də 20 kəsirinin sürət və məxrəcini 2-yə bölüb 12-də 10. 12-də 10 kəsirinin sürət və məxrəcini 2-yə bölüb 6-da 5. 6-da 5 ixtisar olunmayan kəsirdir. Sonda qalan. 90-da 36 bölüb 3-ə 30-da 12. Onu da 3-ə bölüb 10-da 4. 10-da 4 kəsirini də 2-yə bölüb 5-də 2. Sonda alınan 5-də 2 kəsiri
ixtisar olunmayan kəsirdir. 8. Kəsirləri ixtisar edin. 12-də 6 kəsirini ixtisar edək. Sürət və məxrəcini 6-ya bölək, 2-də 1. Sonra 25-də 15 kəsirini sürət və məxrəcini 5-ə bölərik, 5-də 3. İxtisar olunmayan saxlamalıyıq, ona görə elə eləyirik. 40-da 30 kəsirini sürət və məxrəcini 10-a bölərik, 4-də 3. 27-də 18 kəsirini sürət və məxrəcini 9-a bölərəm, 3-də 2. 32-də 24 kəsirini sürət və məxrəcini 8-ə bölərəm, 4-də 3. 16-da 14 kəsirini sürət və məxrəcini 2-yə bölərəm, 8-də 7. 15-də 10 kəsirinin sürət və məxrəcini 5-ə bölərəm, 3-də 2. 21-də 14 kəsirinin sürət və məxrəcini 7-yə bölərəm, 3-də 2. 24-də 16 kəsirinin sürət və məxrəcini 8-ə bölərəm, 3-də 2. 50-də 30 kəsirinin sürət və məxrəcini 10-a bölərəm, 5-də 3. 35-də 28 kəsirinin sürət və məxrəcini 7-yə bölərəm, 5-də 4. 54-də 27 kəsirinin sürət və məxrəcini 27-yə bölərəm. Çünki 54 27-yə bölünür. 2-də 1. 9-cu tapşırıq. İxtisar olunmayan kəsirləri müəyyən edin. 5-də 2 kəsiri ixtisar olunmayan kəsirdir. 22-də 10 kəsiri ixtisar olunur 2-yə. Yəni sürət və məxrəc 2-yə bölünür. 35-də 17 kəsiri ixtisar olunmayan kəsirdir. 40-da 12 kəsiri ixtisar olunur. 70-də 25 kəsiri ixtisar olunur. 5-ə də ixtisar olunur. 72-də 27 kəsiri ixtisar olunur. 9-a, başqa 3-ə. Sonra 62-də 48 kəsiri ixtisar olunur. 66-da 55, 11-ə ixtisar olunur. 78-də 45. Deməli, 78-də 45 kəsiri ixtisar olunur. 9-a, 3-ə ixtisar olunur. 36-da 19 kəsiri ixtisar olunmur. 90-da 78 kəsiri ixtisar olunur. 48-də 43 kəsiri ixtisar olunmur. Deməli, ixtisar olunmayan kəsir 5-də 2 oldu. 35-də 17 oldu. 36-da 19 oldu və 48-də 43 oldu. 10-cu. Kəsirləri ixtisar olunmayan kəsir alınana qədər ardıcıl olaraq ixtisar edin. 8-də 4 kəsirini 2-yə bölərəm, sürət və məxrəcini 4-də 2. 10-da 2-yə bölərəm, 2-də 1. 24-də 16 kəsirini sürət və məxrəcini 2-yə bölərəm, 12-də 8. 10-da 2-yə bölərəm, 6-da 4. 10-da 2-yə bölərəm, 3-də 2. 36-da 12 kəsirini ardıcıl olaraq 2-yə bölərəm, sürət və məxrəcini 18-də 6. 10-da 2-yə bölərəm, 9-da 3. 3-ə bölərəm, 3-də 1. 40-da 15 kəsirini 5-ə bölərəm, 8-də 3. 56-da 28 2-yə bölərəm, 28-də 14. Ardıcıl olaraq yenə 2-yə bölərəm, 14-də 7. Onu da 2-yə bölərəm. Sonda qalar 7-də 2-də 1. 2-də 1. 75-də 25 kəsirini bölərəm 5-ə. Alınar deməli 15-də 5. Onu da 5-ə bölərəm 3-də 1. 78-də 30 kəsirini 3-ə bölərəm 16-da 10, onda 2-yə bölərəm 8-də 5. 49-da 35 kəsirini 7-yə bölərəm 7-də 5. 81-də 27 kəsirini ardıcıl 3 bölə-bölə də gedərik, amma 27-yə də bölmək olar. Deməli 3-də 1. 81-də 27 kəsiri sonda alınacaq 3-də 1. 3-ə bölərəm əvvəlcə. 81-də 27 kəsirini 3-ə bölərəm. Elədi. 27-də 9. Onu da 3-ə bölərəm. 27-də 9-da 3-ə bölsəm. 9-da 3. 3-ə bölərəm. 3-də 1. 60-da 45 kəsirini 15-ə bölərəm. 5-ə sonra 3-ə də bölə bilərəm. 15-ə də bölə bilərəm.
15-ə bölürəm 4-də 3. 84-də 56 kəsirini 2-yə bölürəm 42-də 28. Onu da 2-yə bölərəm 21-də 14. Onu da 7-yə bölərəm. 21-də 14-ü də 7-yə bölərəm 3-də 2. 48-də 32 kəsirini 2-yə bölərəm 24-də 16. Yenə 2-yə bölərəm 12-də 8. Onu da 2-yə bölərəm 6-da 4. 2-yə bölərəm 3-də 2. Deməli 11-ciyə baxırıq. Qanun uyğunluğu davam etdirməklə növbəti kəsri tapın. Alınan kəsri ixtisar etmək olarmı? Olarsa qanun uyğunluğu ixtisar olunmayan kəsr alınana qədər davam etdirin. 8-də 4 bərabərdir. Sürət məxrəcini 2-yə bölüb 4-də 2. Yenə 2-yə böləcəm 2-də 1. 27-də 9 kəsirinin sürət məxrəcini 3-ə bölüb 9-da 3. Yenə sürət məxrəcini 3-ə böləcəm 3-də 1. 56-da 32 kəsirinin sürət məxrəcini 2-yə bölüb 28-də 16. Yenə sürət məxrəcini 2-yə böləcəm 14-də 8. Davam etdirmək olar bunu. 14-də 8. Onu da 2-yə bölərəm 7-də 4. 80-də 32 kəsirinin sürət məxrəcini 4-ə bölüb 20-də 8. Sürət məxrəcini yenə 4-ə bölərəm 5-də 2. 81-də 54 kəsirinin sürət və məxrəcini 3-ə bölüb 27-də 18. Yenə sürət məxrəci 3-ə bölərəm 9-da 6. 9-da 6 sürət məxrəci yenə 3-ə bölə bilərəm 3-də 2. Məsələ həlli. Səbinə hədiyyə qutusunu bəzəmək üçün eyni uzunluqlu sarı və qırmızı lent aldı. O sarı lentin 4-də 3 hissəsini, qırmızı lentin 12-də 8 hissəsini kəsdi. Bu hissələrin uzunluqları bərabər yoxsa fərqlidir. Məxrəci böyük olanı gətiririk. Ona görə 4-də 3 kəsirinin sürət və məxrəcini 3-ə vuracam. 12-də 9. Deməli, sarı lent 12-də 9 daha çoxdur. Qırmızı 12-də 8. Ondan biraz az. Fərqlidir. 13-cü tapşırığa baxırıq. 2 velosipedçi eyni vaxtda qonşu qəsəbələrdən qarşı-qarşıya yola düşdü. Birincisi velosipedçi yolun 3-də 1 hissəsini qət etdikdə, ikinci velosipedçi yolun 12-də 5 hissəsini qət etdi. Deməli, 3-də 1 hissəsini 1 qət edib, 12-də 5. Yenə məxrəci böyük olana gətiririk. 3-də 1-in sürət və məxrəcini 4-ə vururam, 12-də 4. İkinci velosipeddə 12-də 5. İndi görək bizdən nə soruşur? Velosipedçilərin qət etdiyi yolların uzunluqları bərabər yoxsa fərqlidir? Fərqlidir. İkinci velosipedçi 12-də 5 daha çoxdur. Qəsəbələr arasındakı məsafə 24 kilometr olarsa, ümumi 24. Həmin anda velosipedçilər arasında məsafə neçə kilometr? 24 kilometrdir. 24-ü 12-yə bölürəm. 12-yə bölsəm 2. Onu da deməli velosipedçilər arasında neçə kilometr olar? 2. Deməli biri nə qədər gedib? 5, 12-də 4 kilometr. 4 dəfə 12-də 4 gedib. 12-də 4-ü 2-yə vururam, 8 kilometr biri gedib. 5-i 2-yə vururam, 10 kilometrdə biri gedib. Biri 8, biri 10. Deməli, ümumi 18 gediblər. Aralarındakı məsafə də 24-dür. Onlar deyir, aralarındakı məsafə 24-dür. Bu velosipedçilər bu hissəsini qət etdikdən sonra nə qədər olar? Deməli, 24-dən 18-ni çıxıram, 6 kilometr. Aralarındakı məsafə 6 kilometr olar. 14-də baxırıq, Lalə sifariş etdiyi pizzanın 8-də 6 hissəsini dostları ilə bölüşmək istədi. Gətirilən pizza 16 bərabər dilimə bölünmüşdür. Deməli, kəsrin məxrəci 16-dır. Lalə dostları ilə neçə dilimi bölüşməlidir? Sürət və məxrəcini 2-yə vur. 16